Qoturluq cənələri insan orqanizmində əsasən büküklərdə daha çox olur. Yəni bilək büküşündə, diz büküşündə və səhər-səhər durub belə baxanda 2 ədəd şırın biz görürük və bunların hamısı təbii ki, varsa incə dəridə daha çox olur. Qoturluq əlamətləridir. Deməli, qoturluq üçün bir qarışım mən deyim inşallah. Hiltit adında belə bir bitki var, hiltit. Bundan götürürsünüz 50 qram. Sonra sarımsağın tozu var. Ədviyyat dükanlarında, ədviyyat satılan mağazalarda, İran mağazalarında satılır. Sarımsağın tozu var. Bundan götürürsünüz 100 qram. Sonra dağ tərxunu çiçəyi var. Bunun çiçəyinin tozundan götürürsünüz 50 qram. Və bunların hamısını kərə yağı ilə qarışdırırsınız. Sonra bu kərə yağını qoyursunuz bir sobaya. Sobada ona 60 dərəcə temperatur verirsiniz, təxminən bir saat qalır. Ondan sonra götürüb bir də süzürsünüz, narın gözlü süzgəcdən süzürsünüz və bir krem əmələ gələcək. Təbii ki, biraz da tünd qoxusu var bu kremin, amma pitlər əleyhinə, birəllər əleyhinə, insan bədənində pit və ya birəllər əleyhinə çox gözəl bir təsir edici maddədir bu. Bundan gündə 2 dəfə dəriyə, yəni pitlərlə yoluxmuş dəriyə çəkilir inşallah.